müsbət ağrılı insanlarla yola davam etməmiz lazımdır. Başımızda ağrılar başlayır. Bəs həmin insan bizim evimizin içindəki insandırsa, biz çöldəki o mənfi ağrılı insana dözə bilmirik, nəinki evimizin içindəki. Münasibətlərdə ümumiyyətcə siyasət yürütməyi dəstəkləyirik. Salam, bugün maraqlı bir mövzu haqqında sizinlə danışmaq istəyirəm. İnsanların enerjisini necə hiss edirik? Mənim üçün çox maraqlı bir məsələdir, çünki ümumiyyətlə gözəlliyin auradan gəldiyinə inanan biriyəm və buna görə də insanlarla qarşılaşanda onlarla ünsiyyətim ilk olaraq auranı anlayışla başlayır məndə. Məsələn, qarşımdakı insan aura olaraq mənə nəyi ötürürsə, daha açıq ünsiyyətlidirsə, aurası daha təmiz, daha xoşdursa, məni vadar edir ki, o insanla bir masa arxasında oturum, o insanla söhbət edeyim. Əminəm ki, sizdə də belə məqamlar olur ki, elə toplum içərisində bəzən düşə bilirsiniz ki, bir neçə insan bir araya gələndə və yaxud da ki, elə bir insanla bir araya gələndə sanki o insanda nəsə sizi boğur, siz uzaqlaşdırır. O insanla biraz söhbət edirsiniz, sonra başınızda ağrılar başlayır. Bütün bədəniniz sanki bir çöküş yaşayır. O enerji, o aldığı enerjidən də əlbəttə ki, belə düşünürəm. Həqiqətən də insanlar müsbət və mənfi auralı olaraq iki yerə bölünür. Mənim üçün nəinki gözəl, çirkin, nə bilim, ünsiyyətçi, qapalı insan. Və bu arada bu mənfi auralı insanlarla bir araya gələndə məndə avtomatik qapanma baş verir. Yəni bu insanlara qarşı sanki ətrafıma bir sərhəd hörürəm, bağlayıram, blokaj olur və ki, qarşımdakı insan o mənfi auranı mənə ötürməsin və mən də maksimum çalışıram ünsiyyəti az saxlayım. Sadəcə məcbur olduğum məqamlarda ünsiyyət saxlayım həmin insanlarla. Sual verə bilərsiniz ki, bəs həmin insan bizim evimizin içindəki insandırsa, bizim ailə üzvümüzdürsə və ya kimsə həyat yoldaşı, kimsə atası, anası, bacı, qardaşı və s. bu halda nə edək ki, məcburuq ki, o insanı daima görək, o insanla ünsiyyət saxlayaq. Yəni doğru deyim ki, bu çox çətin məqamdır bir insan üçün. Bəzən biz çöldəki o mənfi ağrılı insana dözə bilmirik, nəinki evimizin içindəki. Amma istənilən halda əgər bu bizim həyatımıza gəlibsə, buradan demək ki, öyrənə biləcəyimiz bir şey var. Bizə hansısa məqama çatdırmağa çalışır bu situasiya. Bu imtahandan belə də uzaq çıxa bilmək üçün edə biləcəyimiz şey maksimum bu mövzuda səbirli davranmaq və lazım gəldikdə siyasət yürüdərək addım atmaqdır. Münasibətlərdə ümumiyyətcə siyasət yürütməyi dəstəkləyirəm yaxşı mənada. Əgər evin içində öz ailə üzvünlə toksik bir münasibət içindəsənsə və həyata baxışlarınız, seçimləriniz, qərarlarınız bir-birindən kəskin fərqlənirsə, siz məcbursunuz ki, həmin insanla daima kontaktda qalıb, amma eyni zamanda da öz iç huzurunuzu qoruyasınız. Bu zamanda əlbəttə ki, məcbursunuz bəzən yaxşı mənada yola verməyə, bəzən siyasət işlədib bir trüklər edərək həyatınıza davam edə bilərsiniz. Əlbəttə ki, kimsəyə bir zərər vurmadan. Və onu da sizə deyim ki, həqiqətən də həmin insanlar bizim yaşam enerjimizə çox böyük təsir edə bilərlər. Adicə evimizin içərisində olan bir insanın xəstə olmadıqda belə xəstələnməkdən, xəstəlikdən şikayətlənməsi durduq yerə, hansısa bir neqativ bir şeyi gətirib mərkəzə onu böyüdüb, bizim də qarşımıza qoyması və bizi də itələməsi ki, mənimlə birlikdə bu mənfi vəziyyətin içərisinə daxil olaq, əlbəttə ki, bu bizə normal təsir eləmir. Bizim öz enerjimizi, yaşam enerjimizi aşağı salır. Həqiqətən də ətrafımızdakı insanlar kimdirsə, biz özümüzdə zaman ona çevrilirik. Maksimum mənfi ağrılı insanlarla blokaj yaradıb, müsbət ağrılı insanlarla yola davam etməmiz lazımdır. Bir də bu tip insanlarla bir araya gəldikdə, adətən özümüzü bu mühitdən qorumaq üçün özümüzə həmin məqamda suallar verməyi, içimizdən suallar verməyi bacarmalıyıq. Mən hazırda necə hiss edirəm? Qarşımdan hansı enerjini alıram? Həqiqətən də burada dayanmaq istəyirəmmi, yoxsa seçimim varkən niyə getmirəm? Həqiqətən də insanın öz seçimlərini yaşadığını düşünürəm. Bu arada qadınların kişilərə görə daha güclü intuisiyaları olduğunu bilirik və mənə gəlir ki, bu həqiqətən də həyatda çox özünü göstərir. Bir mühitə düşəndə, bir insanla qarşılaşanda, bir insanla söhbət edəndə içimizdəki o hissi müşahidə edə biliriksə, o intuisiya bizə gəlirsə ki, sən burada durmamalısan və sənin bu insanla söhbətin yoxdur. Sənin bu insana söhbətin alınmaz.
onu hiss edirsənsə, intuitiv olaraq bəlkə də bunu göstərən hər hansı bir işarə yoxdur və qarşındakı insan səninlə çox belə şirin, səmimi söhbət qurmağa çalışır. Amma istənilən halda intuitiv olaraq bunu hiss edirsənsə, demək ki, orada dönüb baxmalı olduğun bir məsələ var. Səni oradan uzaqlaşdıran bir səbəb var. Ünsiyyətdə sözlərə, o danışığa deyil, niyyətə köklənmək lazımdır. Çox görürük ətrafdakı o şirin kəlmələr, xoş sözlər, sənə çox yaxın olmaq istəyi, çox belə vıcıq-vıcıq olmağa çalışan insanların əslində daxilən necə də sənə qarşı bir boşluğu daşıdığını, sənin ünsiyyətdə necə toksikləşdiyini görürük. Bu səbəbdən müşahidə qabiliyyəti çox vacibdir. Hər ünsiyyət qurduğumuz insan, həyatımıza aldığımız insan, ünsiyyətdə isə biz onu nəyisə ötürürük. Nəsə verdiyimiz insanları çox diqqətlə seçməliyik. Biz enerjimizi bu insana veririksə, niyə mən bu insana bir kəlmə söz olaraq, yəni enerjimi verirəm? Nə qədər egoistcə səslənsə də bu əslində öz sevginin bir halıdır ki, sən ünsiyyət olaraq o verici davrandığın halda qarşındakı insanı niyə seçmirsən? Özümüzə suallar verməyi bacarmalıyıq. Qarşımdakı insana necə güvənəcəyimi öyrənə bilərəm. Bunun tək bir yolu var. Ancaq o insana güvənməklə, o insana güvənib güvənməyəcəyini anlaya bilərsən. Güvənirsən, əgər güvəni doğrultmursa, bu o insanın məsələsidir, artıq sənin məsələn deyil, sən edə biləcəyin şey oradan uzaqlaşmaqdır. Güvənini doğruldursa nə gözəl. Bu qısa xoş söhbət üçün təşəkkür edirəm. Nəsə sualınız olsa rəylərdə yaza bilərsiniz. Çalışacağam davamlı belə YouTube videolar çəkim zaman olduqca. Çox sağ olun dinlədiyiniz üçün.